Gide Maupassant, Simon'un atası. Saatlar 12'ni vurdu. Məktəbin giriş qapısı təzəcə açılmışdı ki, tələsən və bir-birini itələyən uşaqlar qapının önündə göründülər. Çıxıb tez evə getmək əvəzinə məktəbdən azca aralı bir məsafədə toplaşıb nədənsə danışırdılar. İş bundadır ki, bugün səhər məktəbə ilk dəfə Blanşottanın oğlu Simon gəlmişdi. Uşaqlar valideynlərindən, xüsusilə analarından Blanşotta haqda çox duymuşdular. Qadınla kilsədə üzbəüz gələndə mehribanlıqla salamlaşsalar da, evdə onun haqda nifrətlə danışırdılar. Bu da şuuraltı uşaqların beyninə ona qarşı nifrət keçirmişdi. Simonu isə onlar heç görməmişdilər. O həmişə evdə olur, çıxıb uşaqlarla nə kənd yolunda, nə də çay ətrafında oynamırdı. Ona görə də uşaqlar onu sevmirdilər. İndi uşaqlar özlərindən böyük olan 15 yaşlı vələdisnanın dediyi "Qulaq asın uşaqlar, bu Simon ki var, onun atası yoxdur." Oğlanın dediyi bu sözü xatırlayıb öz aralarında müzakirə edirdilər. Çox keçmədi ki, Blanşottanın oğlu Simon məktəbin önündə göründü. Onun 7-8 yaşı vardı. Bəyaz bənizli bu oğlan çox səliqəli və təmiz geyinmişdi. Çox utancaq olduğu üçün bütün hərəkətləri yöntəmsiz idi. Simon evə getmək istəyirdi ki, uşaqlar onu dövrəyə aldılar. Nifrət dolu nəzərlərlə ona baxıb təhqir edici təbəssümlə gülürdülər. Simon onların mərkəzində hərəkətsiz durub, özünü itirmiş halda uşaqların nə edəcəyini düşünürdü. "Bura bax, sənin adın nədir?" "Simon." "Simon, bəs ardı, bəs sonrası?" Uşaq özünü itirdi və təkrar etdi. "Simon." "Simon, sonra soyadın olmalıdır. Simon isə soyadı deyil." Blanşottanın oğlu güclə göz yaşlarını tutaraq üçüncü dəfə "Mənim adım Simondur" dedi. Oğlanlar gülüşdülər. Onlardan biri təntənəli səslə "Hə, gördünüz? Onun atası yoxdur." Dərin bir sükut düşdü. Uşaqlar sanki bu qeyri-adi, olağüstü hadisədən təsirlənmişdilər. Simonun atası yox imiş. Qarşılarında bədheybət varmış kimi ona baxır, baxdıqca da nifrətləri artırdı. Onlar Simona, anasına nifrət edirdilər, amma niyəsini anlamırdılar. Simon kürəyini ağaca dirədi ki, yıxılmasın. O başına gələn bu təkrar olunmaz bəladan sınmışdı. Atasının olmaması hökmünü üzərindən götürmək, bəraət almaq üçün söz axtarırdı. Özündə cəsarət tapıb qışqırdı. "Yalandır, mənim atam var." "Bəs o hardadır?" Simon sustu. O deməyə söz tapmadı. Uşaqlar yenə gülüşdülər. Vəhşi təbiətdə olduğu kimi güclü, zəifi məhv etməli idi. Birdən Simon qonşu oğlanı gördü, hansı ki anası ilə ikilikdə yaşayırdı. Ona tərəf çevrilib, "Bax, sənin də atan yoxdur," dedi. "Düz deyil, mənim atam var," oğlan cavab verdi. "Bəs o hardadır?" deyə Simon soruşdu. "O ölüb," vüqarlı səslə oğlan cavab verdi. Təntənə ilə əlavə etdi. "Mənim atam qəbirstanlıqdadır." Təsdiq edici pıçıltı uşaqlar arasında keçdi. Atasının məzarlıqda bastırılması həmin oğlana uşaqların gözündə nə qədər bəraət verib yüksəldirdisə,
o birinin atasının heç olmaması bir o qədər alçaldırdı. Uşaqların çoxunun atası kobud, əyyaş, tənbəl, sərxoş biriləri idi. Analarını döyür və söyürdülər. Lakin sanki elə bu onları birləşdirirdi. Bu qanuni uşaqlar qanunsuz uşağı sanki boğmaq fikrində idi. Birdən uşaqlardan biri Simona yaxınlaşıb ona dilini göstərdi. "Atası yoxdur, atası yoxdur!" deyərək istehza ilə onun üzünə baxıb gülümsədi. Simon iki əli ilə onun saçından tutub oğlanın yanağını dişlədi. Sonra ayağı ilə ona təpik vurdu. Dava düşdü. Dalaşanları ayıran zaman Simon yerdə döyülmüş halda toz torpaq içində uzanmışdı. O ayağa qalxdı. Üst başını çırpdı. Toplaşan uşaqlardan biri ona "Get atana şikayət elə!" dedi. Bax onda Simon anladı ki, dünyası dağılır. Onlar güclü idilər. Yığışıb onu ələ salıb döydülər. O isə onlara cavab verə bilmədi. Axı həqiqətən atası yox idi. Göz yaşlarını tutmağa çalışsa da bacarmadı. Səssiz ürəyində ağlamağa başladı. Bu an düşmənləri sanki sevincək olmuşdular. Onlar vəhşi qəbilə üzvləri kimi əl-ələ tutub Simon ətrafında dövrə vururdular. "Atası yoxdur, atası yoxdur, atası yoxdur!" deyə sanki şarkı söyləyirdilər. Simon göz yaşlarını silib sakitləşdi. Qəzəb onu boğurdu. Yerdəki daşları götürüb onlara atmağa başladı. Onu incidənlərin 2 ya 3-ünü daşla vurdu. Həmin uşaqlar qışqıraraq evə qaçdılar. Simonun elə qorxunc görünüşü var idi ki, qalan uşaqlar da qaçanlara qoşuldular. Atası olmayan bu oğlan bir müddət orada tək qaldı. Sonra çəmənliyə tərəf qaçdı. Yaddaşında bir xatirə canlandı. Bu xatirə necə hərəkət edəcəyini sanki ona söyləyirdi. O özünü çaya atmaq fikrinə düşdü. Çünki bir həftə öncə hamının tanıdığı bir dilənçi özünü çaya atıb öldürmüşdü. Onu çaydan çıxaran zaman Simon onu görmüşdü. Ölümündən öncə Simona çirkli, səliqəsiz, natəmiz gələn bu qoca, ölümündən sonra sanki gözəlləşib, paklaşmışdı. Ətrafdakı insanlar ona baxıb, "Canı qurtardı" deyirdilər. Kimi isə əlavə etmişdi. "İndi göylərdə yeri rahatdır." Dilənçinin pulu, Simonun atası yox idi. O axan çaya çox yaxın gəlib suya baxmağa başladı. Təmiz suda balıqlar üzür, bəzən cücü tutmaq üçün sudan tullanırdılar. Oğlan ağlamağı unudub onları seyr edirdi. Sonra yenə çaya tullanmaq fikri rüzgar kimi başından keçdi. "Mən ölməliyəm, mənim atam yoxdur." Ətraf isti və gözəl idi. Günəş çəməni isidirdi. Oğlanın yuxusu gəldi. Otların üstündə uzanıb uyumaq istədi. Ayaqlarının yanında yaşıl bir qurbağa gördü. Onu tutmağa çalışdı, arxasınca qaçdı. 3 dəfə onu tutdu, lakin qurbağa onun əlindən sıçrayıb qaçdı. O qurbağaya baxıb gülürdü. Nəhayət qurbağanın arxa ayaqlarından tutub əlinə götürdü. Simondan qurtulmaq üçün ayaqlarını yığıb sonra uzadan qurbağa oğlana taxtadan hazırlanmış əskə kuklaları xatırlatdı. Sonra o yenə evini, anasını düşündü. Evdə yatmazdan öncə necə dua edirdisə, indi də diz üstə çöküb dua etməyə başladı. Sonra yenə ağladı. Bu qəm-qüssəyə qərq olmuş oğlan heç nə görmür,
heç nə istəmirdi. Elə hey ağlayırdı. Birdən çiyninə ağır və yekə bir əl qoyulduğunu hiss etdi. "Niyə ağlayırsan balaca?" Simon döndü. Hündürboy, siyah saçlı və saqqallı birini gördü. Nəmli gözləri ilə cavab verdi. "Onlar məni kötəklədilər, ələ saldılar. Ona görə ki, mənim atam yoxdur." "Elə şey olar?" Fəhlə gülümsədi. "Hər bir insanın atası var." Oğlan çətinliklə sözləri tələffüz edərək, "Mənimsə yoxdur," dedi. Fəhlənin üzündəki gülüş itdi. O Blanşottanın oğlunu tanıdı. Buralara yeni gəlməsinə baxmayaraq onun haqda eşitmişdi. "Ağlama, sakitləş. Gəl ananın yanına gedək. Biz sənə ata taparıq," dedi. Fəhlə uşağın əlindən tutub evə yollandı. Yolda uşağa gülümsəyirdi. Əlbəttə ki, o həmin xanımla tanış olmaq istərdi. Elə söz gəzirdi ki, qadın buralarda ən gözəl xanımlardan biridir. Düşünürdü ki, bir dəfə büdrəmiş qadın bəlkə ikinci dəfə də büdrəməni gözə ala bilər. Onlar böyük olmayan, amma səliqəli evin yanında dayandılar. "Buradır!" deyə oğlan evə tərəf qaçdı və qışqırdı. "Ana! Anacan! Ana!" Qapının astanasında qadın göründü. Fəhlənin üzündəki təbəssüm yox oldu. O başa düşdü ki, bu hündürboy, ciddi baxışlı qadın onunla özünü boş buraxmaz. Qadın sərt şəkildə qapıda elə durmuşdu ki, sanki bir dəfə kişi tərəfindən aldadılmış bu evə artıq kişi girişi qadağandı. Fəhlə güclə dedi. "Xanım, mən sizin oğlunuzu gətirdim. O çay tərəfdə azmışdı." Simon anasının boynunu qucaqladı və ağlayaraq dedi. "Yox ana, yox. Mən özümü çaya atmaq istəyirdim. Uşaqlar məni döydülər, mənə güldülər. Ona görə ki, mənim atam yoxdur." Qadının üzü qızardı. Övladının acısını bütün vücudu ilə hiss edən qadın yavrusunu bərk qucaqladı və yanaqlarından göz yaşları axmağa başladı. Bunu görən fəhlə necə vidalaşıb gedəcəyini bilmədi. Simon onun yanına qaçdı və soruşdu. "Mənim atam olmaq istəyərsən?" Sükut düşdü. Blanşot da çox utandı. Bir kəlmə demədən qadın əllərini sinəsinə sıxdı. Uşaq isə sualına cavab almadığı üçün yenidən təkrar etdi. "Mənim atam olarsan?" "Əgər atam olmaq istəməsən, mən yenə çaya gedib özümü suda boğacam." Fəhlə söhbəti zarafata bağlayıb gülərək, "Niyə də olmasın? Mən razıyam," dedi. "Sənin adın nədir?" uşaq soruşdu. "Filip," fəhlə cavab verdi. "Hə, bax belə Filip, sən mənim atamsan." Fəhlə uşağı əlində göyə qaldırıb yanağından öpdü. Sonra üzünü çevirib iri addımlarla oradan uzaqlaşdı. Səhəri gün Simon məktəbdə istehzalı gülüşlərlə qarşılandı. Məktəbdən çıxan zaman oğlan yenə ona dünən olanları xatırlatmaq istəyənlərin üzünə "Filip, bax mənim atamın adı budur, Filipdir," dedi. "Filip? Nə Filip? Hardan çıxdı bu Filip?" Simon onlara cavab vermədi. Özünün haqlı olduğuna əmin olduğu üçün döyülməyə belə hazır idi. Alçalmağa isə yox.
Müəllimin gəlişi onu xilas etdi və o anasının yanına qaçdı. 3 ay ərzində fəhlə Filip Blanşottanın evinin önündə tez-tez görünürdü. Bəzən pəncərə önündə tikiş tikən zaman qadınla söhbət edir, hal-əhval sorurdu. Blanşotta isə çox ciddi tərzdə onunla danışır, zarafata, gülüşə yol vermirdi. Çox keçmədi ki, kənddə dedikodu gəzməyə başladı. Simon yeni tapdığı atasını çox sevirdi. Demək olar ki, hər gün Filipin işi bitdikdən sonra onlar birlikdə gəzirdilər. Oğlan məktəbə gedir, onu ələ salanlara fikir vermirdi. Simona birinci dəfə sataşan oğlan yenə ona yaxınlaşıb dedi: "Sən yalan danışırsan. Sənin Filip adlı atan yoxdur." "Necə yəni yoxdur?" Əgər Filip atan olsaydı, ananın da əri olmuş olardı. Bu sözlərin həqiqət olması Simonu bərk çaşdırdı. Amma o yenə mənim atamdır, dedi. Gerçək, həqiqi atan deyil, oğlan cavab verdi. Blanşottanın oğlu başını aşağı saldı. Məzun dayının dəmirçixanasına getdi. Filip orada çalışırdı. Dəmirçixana ağacların sıx olduğu bir yerdə yerləşirdi. Bura çox qaranlıq idi. Yalnız qırmızı alov hər yerə işıq saçırdı. Burada 5 dəmirçinin olmasını bu alov təsdiqləyirdi. Dəmirçilər iblis kimi alovun ətrafında işığa yığışıb, əllərindəki çəkicilərlə dəmiri döyəcləyirdilər. Heç kimin diqqətini çəkmədən Simon içəri daxil oldu. Filipin köynəyini tutub dartdı. Filip ona sarı döndü. İş dayandı. Hamı oğlana baxırdı. Simon dedi: "Qulaq as, Filip. Muşodun oğlu deyir ki, sən mənim atam, həqiqi atam deyilsən." "Niyə deyiləm? Necə yəni deyiləm?" Filip soruşdu. "Ona görə ki, anamın əri deyilsən." Heç kim gülmədi. Filip fikrə getdi. 4 dostu da ona baxırdı. Simon bu böyük kişilərin arasında durub ondan cavab gözləyirdi. Birdən dəmirçilərdən biri sanki Filipin ağlında və hamının ürəyində olan sözləri dilə gətirib bunları dedi. "Blanşotta yaxşı qadındır. Baxmayaraq ki, başına bədbəxtçilik gəlib, o namuslu bir kişiyə gözəl arvad ola bilər." "Bəli, elədir, bu həqiqətdir," hamı bir səslə təsdiqlədi. Həmin dəmirçi davam etdi. "O günahkar deyil ki, hansısa alçaq onu aldadıb, sonra isə evlənməyib. Bəyəm toydan əvvəl yaxınlığa razı olan yalnız odur? Bir çox hörmətli xanımlar tanıyırıq ki, bunu edib sonra kiməsə ərə gedib, kiminsə arvadı olublar." "Hə, düzdür, elədir," deyə dəmirçilər təsdiqlədi. "Nəzərə alsaq ki, qadın tək başına əziyyətlə uşaq böyüyür, kilsədən başqa heç yerə getmir, həm də tutduğu günahın əzabını çəkir, onu əfv etmək, bağışlamaq lazımdır." "Hə, düzdür, həqiqətdir, elədir. Bu bir həqiqətdir," dəmirçilər səs-səsə verdilər. Simon onlara baxırdı. Filip uşağa sarı əyilib dedi: "Anana de ki, mən axşam sizə bir məsələni danışmaq üçün gələcəyəm." Sonra uşağı qapıdan evə yola salıb yenə işinə qayıtdı. Dəmirçi indi dəmiri sevinclə, böyük zövqlə döyürdülər. Sanki Filipin çəkicinin səsi hamıdan bərk çıxırdı. Lap bayram günü səslənən kilsə zəngi kimi. Filipin gözləri alışıb yanırdı. Göy üzü saysız hesapsız ulduzlarla əhatə olunmuşdu. Filip
Blanşottanın qapısını döydü. O təzə köynəyini geyinib saqqalını qırxmışdı. Gənc qadın qapı önündə göründü. O keyfsiz idi. Cənab Filip, belə bir gec vaxt bura gəlməniz düzgün deyil, Blanşot da dedi. Filip tutuldu. Buna bir cavab verə bilmədi. Siz məni anlamalısınız. Mən istəmirəm ki, hamı söyləsin ki. Birdən Filip onun sözünü kəsdi. Kimin nə işinə qalıb axı? Əgər siz mənim arvadım olmağa razı olsanız, heç kim bir söz deyə bilməz. Cavab gəlmədi. Sonra sanki kimsə yıxıldı, Filip içəri daxil oldu. Çarpayıda uzanan Simon öpüş səsləri və anasının sakitcə dediyi sözləri duydu. Sonra Filip iri, güclü əlləri ilə Simonu qucağına götürdü. Oğlana dedi, öz yoldaşlarına de ki, mənim atam Filip Remidir və o deyir ki, səni incidən hər kəsin qulağını yerindən qoparacaq. Səhəri gün dərsdən öncə məktəbdə toplaşan bir vaxt balaca Simon yerindən qalxdı. Onun rəngi beyaz idi. Dodaqları əsirdi. Mənim atam dəmirçi Filip Remidir və o söz verdi ki, məni incidənin qulaqlarını qoparacaq. Bu dəfə heç kim gülmədi. Hamı dəmirçi Filipi tanıyırdı. O elə bir ata idi ki, burada olan hər bir uşaq belə ata ilə fəxr edə bilərdi.